Salam əziz tamaşaçılar, hər birinizi xoş gördük. Mən Nuray sizinləyəm. Bugünkü qonağım xanımlara gözəlləşməkdə köməklik edən peşəkar kosmetoloq Gültəkin Eyvazovadır. Gültəkin xanım verilişimizdə xoş gördük sizi. Əhvalınız necədir? Yaxşısınızmı? Çox gözəl. Yaz günündə. Çox gözəl, havalarımız artıq yaz gəlir, havalar günəşlənir və istər-istəməz əhval-ruhiyyəmiz çox yüksəlir. Çox gözəl bir gündür, gözəl bir verilişdə qonağam. Ümidvaram ki, gözəl bir söhbət alınacaq. İnşallah. Gültəkin xanım, əvvəl onu demək istəyirəm, daha doğrusu o məni çox maraqlandırır ki, peşəkar kosmetoloq olmaq üçün hər hansı bir universitet, təhsil, düzdür, vacibdir, amma bu istedaddan irəli gələn bir peşədirmi, yoxsa hansı kurslar, hansı təhsili keçmək lazımdır daha yaxşı kosmetoloq olmaq üçün? Belə deyim, ilk öncə kosmetoloq olmaq üçün tibbi təhsilimiz çox önəmlidir. Çünki insan üzünün anatomiyasını bilmək, bəzi kosmetoloqlar üz və bəziləri bədənlə işləyir. Ona görə insan anatomiyasını bilmək, dəri quruluşunu bilmək və yerləşən bədənimizdə bütün anatomik quruluşu bilmək təbii ki, çox vacibdir. Bundan əlavə isə kosmetoloji biliklərin çox yüksək olması bu işdə önəm daşıyır. Çünki insan üzü ilə işləyirik, bədənlə işləyirik. Burada simmetriya, asimetriya formasına çox diqqət yetirmək lazımdır. Pasiyent çünki olduğundan daha gözəl bir görüntü almaq üçün gəlir və bu bizim öncəliyimizdir. Bunun üçün mütləq ki, tibbi savad və kosmetoloji savadın yüksək olması çox vacibdir. Hazırda kosmetologiya sahəsində hansı prosedurlar daha çox dəbdədir? Hal-hazırda fəslə uyğun olaraq da bu dəyişir. Yaz aylarında artıq bir çox prosedurların etməli olduğumuz prosedurlar var ki, bunlar qadağa sayılır. Bununla bağlı olaraq da bu aylarda, bu fəsillərdə daha çox dolğu və botoks prosedurları öndədir. Çünki peelinglər, dermapen prosedurları, altın iynə prosedurları bunları artıq etmək mümkün olmadığından daha çox xanımlarımız yaya hazırlıq üçün dolğu və botokslarını ön plana çəkib və bu prosedurlar daha çox icra olunur. Bəs qadağa olanlar hansılardır? İndi xanımlarımız bunu bilsinlər. Peeling prosedurları, əsasən də dərin və cərrahi peelinglər, dermapenlər, altın iynə prosedurları və ləkə qarşı olan müalicələrimiz. Halbuki yay mövsümünün gəlməsi ilə bağlı bizim üzümüzdəki melanimlər daha çox gözə çarpır, ləkələrimiz daha çox gözə çarpır. Amma buna baxmayaraq ləkə müalicəsi aparmağımız da qəti qadağandır. Bununla yanaşı peelinglərimiz, dermapen prosedurları, altın iynə prosedurları, lazer fraksiyonan lazerlər, bunlar artıq icra edə bilmirik. Ona görə də daha çox inyeksiyon prosedurlar ön plandadır. Xanımlarımız kosmetoloqa müraciət etdiyində daha çox kosmetoloqlar bu məhsullar təbii və orqanikdir deyirlər. Buna inanmaq nə dərəcədə düzgündür? Əsasən dərmanın təbii və keyfiyyətli olduğunu bilməyin bir neçə yolları var. Məsələn, bunu təsdiq edən qurumlar var. Sertifikasiyadan keçməsi bu dərmanın təbii və keyfiyyətli olduğunu göstərir. Bundan əlavə olaraq isə bir çox brendlərimiz və markalaşmış adlar var ki, bunlar artıq bilinən və çox keyfiyyətli preparatlardır. Yəni, istehsal olunan preparatın istehsal olunduğu ölkəsinə baxmaq vacibdir. Brendin neçə müddətdir bu sahədə olduğuna baxmaq vacibdir və təbii ki, tərkibinə baxmalıyıq. Bununla biz dərmanın digər preparatlardan daha üstün olub-olmadığını anlaya bilirik. Bəs etdiyiniz prosedurlar arasında, ümumiyyətlə pasiyentləriniz arasında ən maraqlı və yadda qalan pasiyentiniz və yaxud ən maraqlı prosedur hansı olubdur bugünə kimi? Bir çox hallarla qarşılaşırıq təbii ki. Çünki bəzi insanlar prosedur adlarını bir-birləri ilə qarışdırırlar və bu sahədə çox da irəli fikirli olmurlar. Məsələn, gəlib dodağa böyütmək, həcmini artırmaq üçün botoks edək deyirlər. Halbuki bu sadəcə hialuron turşusundan ibarətdir. Bu dolğudur. Botoks sadəcə və sadəcə qırış açmaq üçün istifadə etdiyimiz bir preparatdır. Yəni, dodağı botoksla böyütmürük. Buna bir neçə dəfə təkrar dodağıma botoks istəyirəm böyütmək üçün bununla çox qarşılaşırıq. Və yaxud da ki, botoks prosedurundan sonra korreksiya dönəmi vardır. 2 həftə sonra korreksiya alırıq və burada çox cüzi bir miqdarda dərmandan istifadə olunur. Korreksiyada əgər
pasiyentimizin hər hansı bir hissəsində narazılığı varsa, bununla qarşılaşmışam ki, bir neçə dəfə olub. Pasiyent, məsələn, korreksiyanı onlar da mənə deyil də, əgər məndə ehtiyac yoxsa bacıma edək. Yəni, o çox cüzi bir dərmandır və biz bunu izah edirik ki, pasiyent, yəni, bu sadəcə sizə işlənə bilər. Bu sizin dərmanınızdır və yaxud da plazma terapiya var. Bu hər pasiyentin öz qanından gələn gözəllikdir. Sadəcə o pasiyentdən alınır, sentrifuqada o həll edilir və pasiyentə icra olunur. Bu zaman onlar onun qanı ilə mənə plazma edək deyə bu ən çox qarşılaşdığımız və biraz bizə təəccübləndirən haldır. Xanımlarımızın çoxsu elə düşünür ki, kosmetoloqa getmədən ev şəraitində üz dərilərinə çox yaxşı qulluq edə bilərlər. Bəs bir peşəkar kosmetoloq kimi bu fikirlə razısınızmı? Belə deyək, pasiyentin öncəliklə özündən gözləntisi nədir? Əgər pasiyent dolğu və botoks işləmlərinə qarşıdırsa, öz üzündə bunları görmək istəmirsə, sadəcə dəri baxımı, dəri təmizliyi, bunlar onu qane edirsə, təbii ki, pasiyent ev şəraitində əsas icra etməli olduqları nələrdir? Dəri təmizliyinə çox önəm verməlidir. Make-upla yatmamaq, dəri poraları ətraf mühitdəki olan çirklərdən, tozlardan qorumaq, mütləq şəkildə çox gözəl dərini nəmləndirmək və bu dərinin nəmləndirici dəriyə parlaqlıq, gənclik verir. Təbii ki, bunlar da müəyyən bir yaşa qədər pasiyentlərimizə kömək olur, amma təbii ki, ev şəraitində təbii maskalarla, təbii kremlərlə dərilərini qoruya bilərlər. Dediyim kimi, əgər onların üzlərindəki hal-hazırda olan onu qane edirsə, inyeksiyon prosedurlarından uzaq durmaq istəyirsə, baxımlar və təbii maskalarla evdə çox da gözəl qulluq edə bilərlər. Bəs adətən biz YouTube kanallarında rast gəlirik, mənim özümə də bu çox maraqlıdır. Məsələn, bir neçə ərzaq göstərir və deyir ki, bunları qatıb eləsə, siz botoks effektinə sahib olacaqsınız da, yəni üzünüzdə botoks effekti yarada biləcəksiniz. Bu nə dərəcədə doğrudur? Bu tamamilə demək olar ki, yanlış bir prosesdir. Bundan əlavə, pasiyentlərin burada ən çox yanıldığı və mənim də qarşılaşdığım bir çox hal var. Məsələn, pasiyent öz üzündə nəyə allergiyası olub-olmadığını tam dəqiq bilmir. Ev şəraitində limon yağı, limon suyu, məsələn, bunu icra edir və dərisində çox ciddi yanıqlar əmələ gətirə bilərlər. Bir çox kimyəvi maddələri YouTube-da göstərir ki, bunları qarışdırmaqla ləkə apara bilərsiniz və yaxud da qırış aça bilərsiniz və pasiyent çox ciddi yanıqlar gətirir. Dəridə yanıqlar əmələ gəlir və bununla müraciət edir. Bundan əlavə dəri soyulması, dəridə çox ciddi allergiya, gənc qızlarımızın ən çox yanlış etdiyi o sosial şəbəkələrdə gördüyü prosesləri edirlər və inanın o qədər çox qarşılaşıram ki, bundan dəri altı səpkilər, dəridə infeksiya yaradırlar, stafilokok, streptokok dərini o qədər mikroblara qarşı artıq qorumasız eləyir ki, onların etdiyi prosedurlar. Bunlarla yəni, əvvəlkindən qat-qat daha artıq fəsadlar əmələ gətirə bilərlər. Çünki biz, belə deyim, professional şəkildə biz onu iş şəraitində hansı maddənin nəyə uyğun gəlib gəlmədiyini bilirik. Hansı kimyəvi maddə üzdə hansı fəsada yol aça bilər, onu bilirik. Tünd rəngli dəridirsə, həssas dəridirsə, buna hansı maddələr olmaz. Biz bunu təbii ki, bilirik. Amma ev şəraitində onlar bundan ümumiyyətlə xəbərsiz olurlar. Orada göstərildiyi kimi qarışdırırlar. Üzlərinin neçə dəqiqə qalmalıdır, ondan sonra icra edəcək dəri nəmlənməlidir, üzünü necə temperaturda su ilə yumalıdır. Bunları belə dəqiq bilmədən qeyri-peşəkar şəkildə bunu edirlər və qat-qat daha pis nəticələrlə gəlirlər. Ev şəraitində çiska edirlər, dəridə çox dərin cızıqlar, loşqaların izləri və yaxud da ki, əlləri ilə sıxırdılar, sonra infeksiyanı yayırlar, dəraltı infeksiyanı yayırlar dəri altında və biz bu ümumiyyətlə razı deyiləm bu sosial şəbəkədə, YouTube-da gördüklərini hamısını üzlərinə tətbiq etməməlidirlər. Yəni, çox gözəl olar ki, bunu xanımlar etməsin. Çox gözəl, yaxşı olar ki, məsləhətləşsinlər, dərilərini tanısınlar, hansı dəri tipinə uyğun olduqlarını öncə bilsinlər, ondan sonra bunları etsinlər. Bəs hazırda belə deyim, xanımlar arasında kosmetoloji prosedurlardan istifadə etmək dəb halını alıbdır. Təəssüflər olsun ki,
bu daha çox gənc yaşlı xanımlarda təsadüf edirik buna. Məsələn, 15, 14, bəzən 13 yaşlı qızlarımız belə kosmetoloqa gedim, dodağımı belə ya burnumu belə düzəldim. Amma halbuki heç o 18 yaşına çatmayıb və onun nə burnu, nə yanağı, nə çənəsi öz formasını almayıbdır. Əminəm sizə belə müraciət edən xanımlar olur. Bəs bu prosesdə nələr edirsiniz, nə məsləhət görürsünüz? Xanımlarla yanaşı, hətta bəylər də 15-16 yaşlarında, daha çox bu yaşdadır, 16 yaşlarından müraciətlər çoxalır. Ən çox da qarşılaşdığım burun korreksiyaları olur və qızlarda artıq yeni dəb halını alan çənə korreksiyaları, dodaq böyütmə istəkləri təbii ki 18 yaşına çatmayan heç bir pasiyentə biz bunları icra edə bilmərik. Çünki dərmanın da protokolundan icazə yoxdur. Bunu bu pasiyentə işləməyi və sizin də çox gözəl bildirdiyiniz kimi onun dərisi belə, üz anatomiyası belə tam formalaşmayıbdır və ona görə mütləq ki 18 yaşını tamamlasın. Əgər kosmetoloqun, estetik mütəxəssisin edə biləcəyi bir prosesdirsə, təbii ki edərik və yaxud da ki dermatoloqa yönləndirmək lazım olursa dermatoloqa yönlənməlidir. Çünki o yaşda pasiyentlərin mən hər zaman məsləhət gördüyüm üzlərindəki estetik quruluşdan daha çox dəri sağlamlıqlarına önəm vermələri olmalıdır. Çünki səpkilərlə çox qarşılaşırlar, bədəndəki orqanizmin dəyişiklikləri ilə bağlı olan bir çox xəstəliklər yarana bilər və yaxud da o yaşda qızlarımız make-up'a atılırlar məktəbi bitirən kimi və üz ona uyğun olmayaraq infeksiyalar düşə bilər. Uyğun olmayan kosmetik vasitələr istifadə edirlər və gigiyenaya çox da önəm vermirlər, çünki çox bilmirlər və bununla yanaşı bir çox xəstə ilə qarşılaşırıq. Ən çox da 16, 17, 18 yaşlarında olan qızlarımızda. Ona görə də bu estetik müdaxilələrdən daha çox dəri sağlamlığına önəm vermələrini məsləhət görürük. Gültəkin xanım, istəyirəm ki, bizi izləyən xanımlarımıza son olaraq bir gözəllik sirri verəsiniz. Mən hər zaman xanımlarımıza məsləhət görürəm ki, özlərini sevsinlər, özlərinə vaxt ayırsınlar. Çünki daxili gözəlliyimiz hər zaman xaricədə təzahür edir. Dərimizi, parlaqlığı, gözlərimizdən, saçlarımızın gözəlliyindən bəlli olur. Stressdən və yuxusuzluqdan uzaq durmaq lazımdır. Çox sağ olun Gültəkin xanım. Təşəkkür edirəm sizə, bizə vaxt ayırdığınız və xanımlarımıza belə yaxşı məsləhətlər verdiyiniz üçün. Belə əziz xanımlar və bəylər, rubrikamız sona çatır. Sonda isə çəkilişimizdə göstərdiyi köməyə görə Qraf Otelə minnətdarlığımızı bildiririk. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.